Salam, bu videoda sınaq içini yazdıram. Videonun aşağısında deməli PDF linkini yerləşdirəcəm. Keçək indi suallarımıza. Sual 31. Yer kürəsində çəkilə bilən ən uzun çevrə ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Ən uzun çevrə hansıdır? Paraleldə. Yazıb ki, uzunluğu 40.076 kilometrdir. Doğrudur. Doğruya nə verdi? Yanlış. Deməli, yanlış veribsə, burada nə istəyir? Uyğunluğu istəyirdi. Burada uyğunluq pozuldu. Sonra nə var burada? Bütün meridianlarla kəsişir. Bu doğrudur. Doğruya da doğru verir. Deməli, burada B variantını götürürük. Sonra C-ni oxuyaq. Şərq və qərb yarımkürələrinin sərhədini təşkil edir. Bu yanlış bir fikirdir. Yanlışa nə veribdir? Doğru veribdir. Burada olmaz. Çünki şərq və qərb yarımkürələrinin sərhədini bilirik ki, Greenwich meridianı təşkil edir. Bir də ki, 180 dərəcə meridianında. Bu olmaz da. C-ni ona görə çıxırıq. Keçək D-yə. 1 dərəcəlik qövsünün uzunluğu 111,3 kilometrdir. Bu doğrudur. Doğruya da yanlış veribdir. Doğruya əgər yanlış veribsə, burada yenə uyğunluq pozuldu. Sonra keçək Y bəndini oxuyaq. Yazır ki, yeri şimal və cənub yarımkürələrinə ayırır. Yenə doğru veribdir, doğruya da yanlışdır. Deməli, Y bəndində burada biz axtardığımız variant deyil. 31-də cavabımız oldu B variantı. Keçək indi sual 32-yə. Yazır ki, 18-ci saat qurşağının orta meridianı. Biz bilirik ki, deməli, nə etməliyik? 24-dən 18-i çıxırıq, qalır neçə? 6. 6-nı da vurursuz neçəyə? 15-ə. Eləyir nə qədər? 90. Amma biz baxırıq ki, 24-dən çıxdığımız üçün bunun kənarına yazırıq ki, qərb uzunluğu. 90 qərb uzunluğuna baxırıq ki, burada B variantında var. Sonra keçirəm sual 33-ə. Görək nə yazıb 33-də. Miqyassız, konturlu və xətti şərti işarələrə uyğun gələn coğrafi obyektlər müvafiq ardıcıllıqla göstərin. Birinci miqyassızları axtaraq. Qumluq. Qumluğun deməli sahəsini hesablaya bilərim. Ona görə oldu bu miqyaslı. Mən qumluğa görə çıxdım burada. Sonra tək ağac var, taxta körpü var, su quyusu var, uçurum. Hətta biz burada uçurumun da sahəsini hesablaya bilərik. Çünki paletkadan istifadə edirəm. Ona görə uçuruma görə də çıxaram. Sonra baxıram burada tək ağac, taxta körpü, bir də su quyusu qalır bu sırada. Keçirəm konturluların sırasına baxmağa. Avtomobil yolu, baxın burada xətti şərt işarəyə uyğun gəldiyi üçün bunu da çıxaram, geçsin. Şoranlıq qaldı, bir də çəmənlik. Bunların sahəsi hesablanır, konturludur, yəni miqyası gedir. İndi xəttiyə baxaq, yer dəyirmanı. Yer dəyirmanı miqyası aiddir. Buradan çıxdım bu siyahıdan. Qaldı burada nə? Taxta körpü, sonra şoranlıq, konturluya aiddir. Suvarma kanalına aiddir xətti şərti işarələr. Deməli, C bəndini mən buradan götürəcəm. Keçirəm sual 34-ə. Oxuyaq sual 34-ü. Sxemə əsasən daxili və xarici horizontal arasındakı hündürlük fərqi deməli 30 metrdir. Sonra nə deyir? A nöqtəsinin mütləq hündürlüyünü hesablayın. Baxın, 400-dən neçə çıxıbdır? X-dan çıxıbdır bu 400. Və qalıbdır 30. Daxili horizontalı mən X götürdüm. Sonra nə deyir? A nöqtəsinin mütləq hündürlüyünü hesablayın deyir. Bizdə əgər burada nə verilmişdi? Hündürlük fərqi 30-dursa, baxın, 30-u neynəməlisiz? Bölməlisiz ortadakı boşluqları. Biz hər bir sualımızda bunu deyirik. Boşluqları sayın 1, 2, 3. Deməli, mən 30-u bölsəm burada 3-ə. Neçə eləyir? 10. 10 elədiyi üçün, indi baxın, burada kəsmə yüksəkliyi mən 10 tapıram. 400-ün üstünə 10 gəldi, nə qədər eləyir? Baxın, bu xətti tapdım. 420 nə idi? 10 gəldiyində 410. Sonra üstünə bir dənə 10 gələyində nə qədər eləyər? 420. Baxın, A-nı tapmışam artıq burada. 420-nin də üstünə 10 gələndə nə qədər eləyir? 430. Deməli, X-i da buradan həm də tapdıq ki, 430 imiş. Bizdən nə istəyir? A nöqtəsinin mütləq hündürlüyünü hesablayın. A nöqtəsi neçə oldu? 420. Digər variantlarını da xəttlədim, geçsin. Sonra keçək sual neçə idi bu? 34-dən sonra gəlir, sual 35. 40 dərəcə şimal enliyi hansı materiklərlə kəsişir? Bilirəm ki, şimal enliyi yazılsa bu materik şimalda olmalı. Gəlin variantlara bir ümumi baxaq. Baxıram burada verildi Cənubi Amerika. Bu Cənubi Amerikanı mən buradan çıxsam,
Y bəndi getdi. Sonra Afrikanı veribdi. Afrika, Antarktida, Avrasiya. Mən heç bunları bilməsəm də Antarktida cənubda olduğu üçün çıxdım. Amma Afrikada da həmin nöqtəyə çatmır. Afrikanı da çıxırsınız. İndi sınaqda yəni ki, Afrikanı çıxmaq lazımdır. Sonra qaldı Avstraliya. Avstraliyada bilirsiniz cənub yarımkürəsindədir. Bu da rahatlıqla çıxılır. Sonra burada Şimali Amerika, Afrika. Afrikada bilirsiniz ki, 40 dərəcəyə çatmır. Bunu da çıxdınız. Qaldı hansı Şimali Amerika ilə Avrasiya D variantı. Deməli cavabımız oldu. Burada deyək. Keçək sual 36-ya indi. İcmal xəritələrini müəyyən edin. İcmal. Hansı xəritələrimiz var idi? Yəni yada salıb. Topografik var idi. İcmal topografik var idi. Bir də var idi icmal. Deməli icmal ən kiçik miqyaslar olacaq da. Biz yadımıza salsaq ki, 200 mindən 1 milyona qədər isə və 1 milyon daxil isə icmal topoqrafikdir. Deməli 1 milyondan daha kiçik olanlardır. Biz indi baxaq görək burada 1 milyondan kiçik olanlar hansılardır? Baxıram burada var 5 milyon, 3 milyon 500 min, 5-də. Sonra 6-da baxıram 20 milyon. Sonra bax burada 50 min var. 50 min bilirəm ki 10 mindən 200 min arasındadırsa bu getdi topoqrafikə. Sonra 500 min. 200 mindən baxıram ki artıq keçibsə bu icmal topoqrafikdir. Sonra baxıram burada 100 min. 50 mindən biz dedik 10 mindən 200 minə qədər olanda nə idi? Topografik idi. 4-ü də çıxdım. 1, 2, 4-ü çıxanda qalır 3, 5, 6. Baxıram ki burada B variantı doğrudur. Deməli keçək sual 37-yə. Doğru fikir müəyyən edin. Konkret burada kitab cümlələrindən də istifadə ediblər. Oxuyaq görək. Alt mantiyada temperaturun yüksək olmasına baxmayaraq, maddələrin böyük təsir altında olması onları sıxılmış vəziyyətdə saxlayır. Bu konkret kitab cümləsidir və doğru variantımızdır. Sonra digər variantları təhlil edirik. Ant dağları və Perunovu yazıb ki, Sakit Okean və Nazca litosfer havaların divergent sərhəddində yaranmışdır. Birincisi burada divergent yox, subduksiya zonası olmalı idi. Baxın bu pozur. Sonra Sakit Okean Nazcanı deməyək biz burada. Daha çox olmalı idi. Nə olmalı idi? Cənubi Amerikanın adı çəkilməli idi. Biz burada indi bir də nəyə çıxa bilərdik? Sakit Okeanı. Bunun yerinə gətirib yaza bilərdik Cənubi Amerikanı. Deməli biz nə elədik burada? Səhvləri çıxdıq. Deməli B variantı uyğun olmalı bizim üçün. Sonra C-yə baxaq görək nə yazıb. Bütün böyük litosfer havaları həm materik, həm də okean yer qabığına malikdir. Bütün böyük litosfer havaları deyir ha. Böyük litosfer havalarından həm materik, həm də okeandirsə, biz bunu da deməli bizdə nə qaldı burada? Həm materik, həm də okean yer qabığına malikdir deyəndə Sakit Okean bilir ki, təkcə okean yer qabığına malikdir. Burada Sakit Okeana görə uyğunluq pozulur. Yer qabığı ilə üst mantiya arasındakı sərhəd kontrast sərhəddi adlanır deyir. Biz bilirik ki, bu nə sərhəddi idi? Moxo sərhəddidir. Kontrast sərhəddi hara aid idi? Deməli, bazaltla qranit qatı arasındaydı. Ona görə deyəni də sağ keçsin. Sonra Y bəndi qaldı burada. Litosfer havalarının hərəkəti nəticəsində Sakit Okean sahəsi tədricən artır yazıbdır. Tədricən artır yox, artandan sahəsi mən verə bilirəm ki, Atlantik okeanıdır, bir də ki, Hind okeanıdır. Deməli, ikisindən də olacaq Sakit okeandan Şimal buzlu okean. Ona görə burada Y bəndiyində rahatlıqla çıxa bilərsiniz. Keçək indi sual 38-ə. Oxuyaq görək nə yazılır burada. Elevin diaqramını tamamlayan bəndi müəyyən edin. Konturlu şərti işarələr, xətti şərti işarələr. Obyektin sahəsini təyin etmək olur. Sahənin harda etmək olur? Konturlu şərt işarədə. Deməli, A-nı götürməyək. Xəritənin tərtibində istifadə olunur. Xəritənin tərtibində məsəl üçün göllər konturludur. Xətti şərt işarədə ölkələrin sərhədini götürsək, bu olar. B-ni mən götürürəm burada. Sonra nədir? Yalnız obyektlərin uzunluğu təyin etmək mümkündür. Xətti şərt işarələrə aiddir. Sonra yalnız planın tərtibində istifadə olunur deyirsə, planda yox, mən bayaq da dedim ki, xəritənin də tərtibində istifadə olunur. Buna görə deyəndə çıxdım. Bataqlıq və şoranlıqlar hara aiddir? Bilirik ki, konturlu şərt işarələrə aiddir. Çünki bunun sahəsini hesablamaq olur. Y bəndində biz buradan çıxırıq. Burada biraz
B bəndinin sərgəsi yazmışam. Qoy, hə, düzəldim. Keçək indi sual 39-a. Baxaq görək nə yazıb. Səyyar 270 dərəcəyə azimut 15 km, sonra isə 270 dərəcə azimutda oxuduqca yazalım. 270 dərəcə azimutda 15 km, sonra isə cənuba doğru 15 km gəlmişdir. Nə deyir orada? O başlanğıc məntəqəyə ən qısa yolu hansı azimut və istiqamətlə qayıtmalıdır? Baxırıq buradan 45 dərəcə şimal-şərqdir. Deməli, Y bəndimiz doğrudur. Digər variantları da çıxdıq. Bilirsiniz ki, bu tərəf 45 dərəcədir. Baxın, bu dərəcələri də çalışın öyrənin. Sonra keçək sual 40-a. Yazılıb xəritə sistemə əsasən zəlzələ baş vermə ehtimalı daha az olan əraziləri müəyyən edin. Baxıram, burada Kordilyer dağlarında yüksəkdir. Sonra Türkiyə ərazisində bilirsiniz ki, zəlzələlər olmuşdur. Yaponiyada zəlzələ zonasıdır. 2 var, bir də 5. Biri bu Braziliyanın şərq hissəsidir. Burada zəlzələ olmayacaq. Sonra Avstraliyada bilirsiniz ki, zəlzələdən kənar yerdir. 2 ilə 5 uyğundursa, digər variantlar səhv oldu. Sonra keçək sual 41-ə. Görək nə yazıb 41-də. Cənubi Amerikada Amerika materikinin ucqar şərq nöqtəsi 35 dərəcə qərb uzunluğu, qərb nöqtəsi isə 81 dərəcə qərb uzunluğundadır. Deməli, şərq nöqtəsi 35 dərəcə qərb uzunluğunda, qərb nöqtəsi 81 dərəcə qərb uzunluğunda yerləşir. Bu iki nöqtə arasındakı yerlə vaxt fərqini hesablayın. Nə edirəm? Bir tərəfə yazıram mən, baxın. 2 dənə xətt çəkirsiniz. Bir tərəf olur 35 qərb uzunluğu. Sıfırdan arta gedir. Da baxın, burada sıfırdır. Qeymətdən. Sonra digər tərəfdə oldu nə? 81 dərəcə qərb uzunluğu. İndi baxırsınız 81 ilə 35 arasındakı fərqə. Yəni bunu çıxırıq. Bir kənarda çıxırsınız özünüz üçün. Nə qədər eləyir? 6 qaldı. 7-dən də 3 çıxanda nə qədər eləyir? Bildirəm ki, burada 46. Hə, 46 elədiyi üçün. Biz bunu yerli vaxt üsulu ilə hesablayacağıq. Baxın, 1 dərəcə 4 dəqiqədirsə, 46 dərəcə neçə dəqiqə olar? X dəqiqədir. Və biz bunu 46-nı burada nə edirik? 4-ə vursaq. 4 vur 6, 24, 2 yadda. Hə. Yox, 4 vur 6, 24, 2 yadda. 2 yaddası 4-ü 4-də 16, o da 2, 184. Bilirsiniz ki, 184 dəqiqənin 3 dənə 60 varsa, 4 qalacaq orada. 0, 4. Baxırıq burada 3 saat 04 dəqiqə. Yəni 3 saat 4 dəqiqə A bəndində var. Digər bəndlərin də üstündən xətt çəkirik. Keçirik sual 42-yə. Hansı kartoqrafik təsvirdə miqyas daha böyük olar? Baxaq görək. Qarabağ İqtisadi rayonunun ekoloji xəritəsi, Şimali Amerikanın fiziki xəritəsi. Hələ ki, Qarabağ daha böyükdür. B variantından. Türkiyə Respublikasının iqlim xəritəsi, Qarabağ yenə böyük olacaq miqyasına görə. Sonra nədir? Quba Xasmaz İqtisadi rayonunun topografik xəritəsi, ikisində də iqtisadi rayon veribdir. Sonra nədir? Laçın şəhərinin planı. Deməli, biz iqtisadi rayonları çıxırıq. Laçın şəhərinin planı miqyası daha böyük olacaq. Y bəndi. Keçək indi sual 43-ə. Oxuyaq görək nə yazıb. Hekla vulkanının Fujiyama vulkanından fərqli xüsusiyyətini müəyyən edin. Hekla İslandiyadadırsa, Fujiyama hardadır? Yaponiyadadır. Fərqli xüsusiyyətlərini indi baxaq görək necə müəyyən edirik. Litosfer tavalarının divergent sərhədində yerləşir. Bu Heklaya aiddir. Fujiyamaya isə aid deyil. Burada fərqli xüsusiyyəti tapmaq istəyir. Sonra nə deyir bizə? A bəndində qalsın, nöqtə qoydum. Fəaliyyətdə olan vulkandır. Hər ikisi mən götürəcəm fəaliyyətdə olan vulkan kimi. Şimali yarımkürəsində yerləşir, bayaq da dedik. Adada yerləşir, doğrudur. Sönmüş vulkanlardır. İkisi də aktiv vulkandır, bu da olmaz. Deməli, litosfer tavalarının divergent sərhədində yerləşirsə, Hekla vulkanına aiddir və Fujiyama vulkanından fərqli xüsusiyyətdir. A bəndini biz burada götürürük. Keçək sual 44-ə. Meridian çevrəsi ilə Bakı şəhərinin yerləşdiyi paralel çevrəsinin uzunluqları arasındakı fərqi hesablayın. Biz meridian çevrəsinin uzunluğunu bilirik. Bu biraz əzbər sualdır. Bakı şəhərinin yerləşdiyi paralel.
Biz o qədər hesablamışıq ki bunu. Amma yenə də hesablayaq da indi. Nə edirik? Biz burada kalkulyatordan istifadə edirik. Baxın, 360 dərəcəni mən kalkulyatorla vuracağam. Baxın, burada yazır. 360. Vurulsun neçə? 85,4. Gəlin bunu yazdım bura. 85,4. Neçə eləyir? 30.744. Bax, altına yazdım. 744. İndi biz nə edirik? 40.000 deməli 9-dan çıxacam neçəni? 30.744-dür. 30.744. Cavabı da baxıram 9265. Elə buraya yazdım da 9265 kilometr. Baxıram ki, Y bəndində var. Keçən dəfə bu sualı yazanda necə eləmişdim? Götürüb meridian çevrəsini 360 dərəcə idi, 111-ə vurdum. Ortada bir neçə kilometr fərq çıxdı. Yəni ona görə siz dəqiq rəqəmlərlə hesablayın. Bu kitabda olan test bankında olan sualda elə birbaşa bura yazıblar. Cavabımız neçə elədir? 9265 kilometr Y bəndi. Keçək indi sual 45-ə. Yer kürəsinin sxemdəki vəziyyətinə uyğun gələn əlamətləri müəyyən edin. Bilirəm ki, qış gün dönümdür. Yazıb ki, Avstraliya materikində yay fəsli başlayır. Buradadırsa günəş. Bu doğru olacaq. 1. Günəş ekvator xətti üzərində zəngdədir. Xeyr, 23,5 cənub enliyindədir. Buna bir çıx qoyduq. Cənub qütb dairəsində qütb gündüzdür. Bu doğru fikirdir. Yaz gecə gündüz bərabərlik günü ola bilməz. Çünki ekvatora düşməliyik də 90 dərəcəyini. 23 sentyabr tarixidir. Bu da ola bilmir. Baxıram ki, 1 və 3 hansı variantda var? Y bəndində var. Ekranı biraz aşağı verin. Digər variantların da üstündən xətt çəkin, geçsin. Bizdə deməli keçir sual 46-ya. Baxın, sual 46 nə yazıb? 80 dərəcəyə paralel üzrə yerin öz oxu ətrafında fırlanma sürəti 291 km/saat olarsa, bu paralelin 1 dərəcəyə qövsün uzunluğunu hesablayın. Baxın, burada elə sual əslində konkret olaraq cavabı sizə deyir. 80 dərəcəyə paraleldə 1 dərəcə qövsün uzunluğunu soruşursa 19,4 kilometrdir. Amma bunun həllini də verirlər də, yəni ki, başqa cür üsullarla. Biz nə edək burada? Yazıb ki, fırlanma sürəti bu qədərdir. Yəni 60 dəqiqədə mən götürsəm nə qədər? 291 1 dərəcə qövsün uzunluğu 4 dəqiqədə nə qədər edər? İndi mən bunu eləmək üçün 291-i neçəyə bölürsünüz? 15-ə bölürsünüz. Bunu elə kənarda bölüm. 291 bölünsün 15. Görək neçə edir? 19,4 elədi elə. Mənim burada demək istədiyim odur ki, x bərabər oldu neçə? 19,4. Bu hazır, yəni əzbərə bilinəsi bir şeydir. Məsələn, 40 dərəcəyə paralel sorsaydı 85,4. Ekvator sorsaydı 111,4. Keçək digər variantların üstündən xətt çəkim. Bu sualı mən hesablamalı sual kimi görmürəm. Sual 47. Mezozoy və kaynozoy eralarının oxşar əlaməti. 4-cü dövr buzlaşması baş verib. 4-cü dövr buzlaşması kaynozoya aid. Bu 7. Pangeya, Lavrasiya və Gondwana qurularına parçalanmışdır. Bu paleozoya aiddir. 3 geoloji dövrə ayrılır. Mezozoyda bilirsiniz, Trias, Jura, Təbaşir, kaynozoyda Paleogen, Neogen, Antropogen dövrlər. Bu bunların oxşar cəhəti. Kriptozoy eonuna aid. Kriptozoy gizli həyatdır. Bunlar ikisi də hansına aid idi? Fanerozoya aid idi də. DNA də çıxırsa rahatlıqla. Kaledon qırışıqlığı baş verir. Mezozoyda Kimmerdə, kaynozoyda da al qırışıqlığıdır. Yəni bunu yeni də atdıq, getdi. Keçək 48-ə. Yazıb Bakıdan cənub istiqamətdə hərəkətə başlayan səyyahın çatdığı A məntəqəsi ilə cənub tropik xətti arasında ən qısa məsafə bu qədərdir. Deməli, A məntəqəsindən çatıbdır, cənub tropik xətti ilə arasındakı ən qısa məsafə bu qədərdir. A məntəqəsinin coğrafi koordinatlarını müəyyən edin. Burada nə deyir bizə? Bakıdan ancaq cənuba gedibdir. Sonra A məntəqəsinə çatıbdır və cənub tropik xəttin arasında bu qədər məsafə qalır. Yəni bu cavablardan artıq bilinir ki, Bakı 50 dərəcə şərq uzunluğundadır. Biz ancaq enliyi hesablamalıyıq. 4820
Baxın, burada yazıram. 4828,5-i mən 111-ə bölməliyəm. Cənub tropik xəttinin arasındakı məsafəni tapmalıyıq. Görək neçə dərəcədir hələ bu. Bunu bir kənarda bölüm mən. 4828,5 bölünsün neçə? 111. Yəni birini qoyum. 43,5. Baxın, buraya yazıram 43,5 dərəcə fərq var. İki variantımız qalmışdı. Cənub tropiki də bilirsiniz ki, 23,5-dədir. Buraya yazaq. Cənub enliyindədir. Sonra nə var idi? 30 dərəcə ilə toplasaq, baxın, 30 dərəcə var idi C bəndində. Bu eləyəcək 53,5 olmadı. İndi biz 20 dərəcə ilə toplayaq hələ şimal enliyi ilə. 20 dərəcə şimal enliyi ilə toplayanda 43,5-i aldıq. Deməli, bizim cavabımız D variantıdır. C bəndi səhv oldu. Keçək sual 49-a. Sual 49-da doğru yanlış fikirlərini veribdir. Oxuyaq görək nə deyir burada. Mətndə bəhsi keçən işıqlanma qurşağı ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Ağ işıqlanma qurşağı Afrika materikinin böyük hissəsini əhatə edir. Yalnız bir materikdə mövcud deyil. Burada gecə və gündüzün adi növbələşməsi pozulmur. Bu olacaq tropik işıqlanma. Mən bunun qarşısına yazım tropiki. Ya da ki, oraya yazmayayım. Tropiki elə aşağıdan yazım. Tropik işıqlanma. Nə deyir burada? Uyğunluğu müəyyən edin. Günəş zənətdə olur. Doğruya yanlış veribdir. Bunu axtarmırıq. Azərbaycan işıqlanma qurşağında yerləşir. Bu yanlışa doğru veribdir, yəni olmaz. Şimali Amerika materikində mövcud deyil. Bu doğru olacaq. Yox, yazıb ki, mövcud deyil. Mövcud daxı. Bu səhv fikirdir. Amma səhv fikrə doğru yazıb yenə götürmürük. Deməli, Şimali Amerika materikində mövcud deyil, mövcuddur. Bu səhv fikirdir, amma doğru yazıb. İndi keçək D-yə. Şimal tropik xətti onun şimal sərhədini təşkil edir. Bu doğru fikirdir, yenə yanlış oldu. Doğruya yanlış gətiriblər. Ekvator xətti bu qurşağın tən ortasında yerləşir. Doğrudursa, burada doğru gəldi. Axı Y bəndi doğru oldu. Keçək indi 50-yə. Yazıb hansı miqyaslı xəritədə kartografik generalizasiya daha böyük olar? Generalizasiyanın daha böyük olması üçün miqyas vacib olur. Baxırıq, burada 1/60 milyon doğrudur. Sonra sual 51. Oxuyaq görək 51-də nə var? 22 iyun 22 dekabrdan fərqli olaraq şimal və cənub yarımkürələr bərabər işıqlanır. Bu yazılan payıza aiddir. Cənub yarımkürəsində qış fəsli başlayır. 22 iyunda 22 dekabrdan fərqli olaraq cənub yarımkürəsində qış fəsli başlayır. Bu fikir nöqtə qoyuram qarşısına. Bakıda ən uzun gecə müşahidə olunur 22 iyunda. Yox, ən qısa gecədir. C-ni çıxırıq. Günəş tropik xətti üzərində zənətdə olur. Demək olar ki, hər ikisində də zənətdə olur da. Bu oxşar cəhətdir. Bakı şəhərində günəş şüaları günorta vaxtı 50 dərəcə buzaq altında düşür. Ən çox mən bilirəm ki, 70 dərəcədən çox idi. Minimalda 26-dan. Amma 50 dərəcə buzaq altına düşməsi yox idi da. Bunları hesablamağa ehtiyac yoxdur. Çünki biz 50-ni heç bir rəqəmdə almamışıq. Cənub yarımkürəsində qış fəsli başlayır 22 iyunda. Doğrudur. 22 dekabrdan fərqli olaraq 22 iyunda cənub yarımkürəsində qış fəsli başlayır. Deməli 51-də cavabımız B variantı doğru oldu. 22 iyunda 22 dekabrdan fərqli olaraq. Yəni bizdə yay olanda cənub yarımkürəsində qış fəsli başlayır. Bu doğru variantımızdır. Keçək 52-yə. Doğru olmayan fikri müəyyən edin. Baxaq, 5 dənə fikir veribdir. Bir-bir bunları fərqləndirək. Bütün geoloji vaxt vahidləri, baş verən geoloji prosesləri və canlı aləmin inkişafına görə bir-birindən fərqlənir. Bu doğru fikirdirsə, bunun qarşısına üstəgəl qoyun. Qələmin vaxtı qutardı. Burada bir səhvlik yoxdur. Bərabər aralıqlı kartografik proyeksiyada məsafə düzgün verilərək digər təhriflər saxlanılır. Bu kitabda var, konkret cümlədir.
Bunu da çıxaq. Sonra düzdür. Yer kürəsi yanlış ağır maddələr mərkəzi yığılmış və nüvəni əmələ gətirmişdir. Bu da doğru fikirdir. Sonra nədir? Azərbaycanın hər nöqtəsində qütb ulduzu Polaris 40 dərəcə buzaq altına görünür. Bilirsiniz ki, Azərbaycan 38 və 42 şimal enişlərində yerləşdiyi üçün, deməli, həm 38-də, həm 42-də, həm də 40-da görünə bilər. 39, 38, 39, 40, 41, 42. Bu səhv variantdır. Səhvi götürürük. Gündüzün ilk və son saatlarında ən uzun, günorta vaxtı isə ən qısa kölgə olur. Bu da doğrudur. Çünki saat 12 kölgənin ən qısa olduğu vaxtdır. Sual 53. Metamorfik süxurları müəyyən edin. Metamorfik süxurları müəyyən edin deyə. Biz baxırıq burada gips. Gips aiddir çökməyə. Bu getsin. Buradan baxıram yanaşı hissə çökməyə aiddir. Qaldı bizdən nə? Bazalt. Bazalt da getdi maqmatikə. Baxın, qranit qneysə çevrilib metamorfikdir. Qum daşı kvarsitə çevrilib oldu da metamorfik. Əhəng daşdan mərmərə çevrilib metamorfikdir. Deməli 2, 4, 5 burada yazıram. Sonra gəlirik sual 53-ə. Günəş şüalarının görüntü vaxtı minimum düşmə uzağının düzgün verildiyi məntəqələr. Bunların hamısı ayrıcalıqda hesablanmalıdır. Minimum düşmə uzağı hamısında. 6 dənə silsə 6-sını da yazmalıyıq. Görək buradan necə başlayaq bunları bir-bir yazmağa. 58 dərəcə cənub enliyindən başlayıram. 90 çıxılsın. Buradan elə çıxın. 90 çıxılsın. Neçədir bu? 58. Minimum düşmə deyirsə, nə edirdik? Toplayırdıq. 23,5 ilə. 23,5. Bunların hamısının hesablamasında mən nədən istifadə edeyim? Sürətli olsun. Bir saniyə. Deməli, mən bunları hesablayanda kalkulyatorla istifadə edeyim ki, daha sürətli yazaq. 58-in üstünə gəlirəm burada 23,5'i. Eləyir 81,5. İndi biz 90-dan 81,5 çıxanda 8,5 elədi. Deməli, mən birincini götürürəm. Baxın, bir doğrudursa onu nişanlayıram. Keçək 2-yə. 2-də nə deyir? Bu ortanı pozuram. 4 dərəcə şimal enliyi. Yenə minimum düşmə bucağında bilirik ki, dəyişməyəcək. Necə idi? Minimum düşmə bucağı toplanma olduğu üçün dəyişmir. Bu səfər gəlirəm 23,5-in üstünə. 23,5 üstə gəl 4 bərabərdir. 90-dan çıxanda 62,5 elədi yenə. 2 də doğrudur burada. Növbətləri hesablayaq. Növbəti gəlir hansı? 17. İndi 23,5 üstə gəl 17 neçə elədi? 40 elə. 40,5-dir. Çıxıram onu kalkulyatorla 90-dan. 90 çıxsın 40,5. Baxın, burada fərqli bir rəqəm alındı. Çünki topladım 40,5. 90-dan 40,5 çıxanda 49,5. Mən gətirim bura, onun rəqəmini də yazım istəyirsiniz. 49,5. Bu qədər. Sonra nə edəyik burada? 43 dərəcə şimal enliyi. Gəlin indi bunu hesablayaq. 43 şimal enliyi. 43-ün üstünə mən gəlirəm. Neçəni? 23,5-i eləyir 66,5 və çıxsa 90 çıxılsın 23,5 eləyir. Deməli, baxın, burada yenə pozuldu. 23,5. Tam yaxşı sərgə ilə yazılmasa da, deməli 3-dən 4-ü də çıxırıq. Qalır neçə? 26 cənub enliyi qalıbdır. Neyniyək bunu indi? Bura yazım 26. Qoy birinci yazım bura. 26 üstə gəlinsin 23,5 elədi 49,5. İndi 49,5 silindiyə bu. 26,5 üstə gəldim 23,5. Çıxılsın 90. 40,5 elədi. Bu da səhv oldu. Baxın, bu tərəfinə yazıram. 40,5. 5-i də çıxdıq. Keçək ən axırıncıya.
61. İndi 61 mən gətirib buraya yenə yazıram. Baxın bu hissədə yazdım. İndi 61 üstəgəl 23,5 90-dan da çıxanda 5,5 elədi. Deməli bu doğrudur. Bizim axtardığımız nələr oldu indi burada? Kalkulatoru qoyun bir kənara. Baxaq görək. Nə deyir burada? Düzgün verildiyi sıraları müəyyən edin. Hansı sıralardır? Baxırıq, tapdıq. 1-dir, 2-dir, bir də 6-dır. Deməli, mən yazanda həm də rəqəmləri necə ardıcılıqla düzdüm, hamısını da göstərdim. Keçək indi sual 55-ə. Baxaq görək nə var sual 55-də. Variantı yoxdur sual 55-in. Xəritə sxemə əsasən kəsmə yüksəkliyi hesablayın. 135 veribdir, bir də 105. Burada xəttlər həm tam dəqiq görünmür. Qoy telefondan baxın. 105. Biz burada neyini? 135-dən çıxarsınız 105. 2 rəqəmimiz var burada. Qalıbdır burada 30. Ortadakı boşluqları da sayırsınız. 2 boşluq var. Və siz 30-u neyinirsiniz? 30-u 2-yə bölürsünüz. Baxın burada yazın. 30 böl 2. Eləyir neçə? 15. Deməli sizin cavabınız oldu. Kəsmə yüksəkliyi nədir? 15 metrdir. Yerinə də qoyub hesablaya bilərsiniz. 105-in üstünə 15 gələndə nə qədər eləyir? 120. Baxın buraya yazdım. 120-ni tapırsınız. 120-nin üstünə 15, 135. Keçək sual 56-ya. Sxemə əsasən A və B məntəqələr arasında ən qısa məsafə miqyası 1 bölünsün 22 milyon olan xəritədə 4 cm-dir. Xəritədə neçə kilometr tərəf olduğunu hesablayın. Biz nə edirik burada? Birinci miqyasdan başlayacağıq. Niyə miqyasdan başlayırıq? 5-0 silirsiniz. Qalır burada 220. Baxın 220 qaldı mı? İndi 220-ni vurursunuz 4-ə. Bizim miqyas qaydamız var idi. Miqyas vurulsun xəritədəki uzunluq bərabərdir həqiqi uzunluğa. O da eləyir nə qədər? 880 elədi. İndi gəlin bunu biz paralel üzərində də hesablayaq. Baxıram 10 dərəcə var. Özü necə verib? 85,4-də 1 dərəcənin uzunluğu. Ona vuranda da 854 eləyir. İndi biz 880-dən 854-ü çıxsaq, baxın bu tərəfdə də çıxıram. 854. Yox, birinci 880-i yazım, yuxarıda olsun. 880 çıxılsın 854. Baxıram burada 6 qaldı. 7-dən də 5 çıxanda qalır 2. 26 elədi. Özü nə deyir? Kilometr. Deməli 26 kilometrdir. Amma mən bildiyim qədərilə kilometr yazılmır. Sadəcə 26 kodlaşdırmada olur. Çünki elə kilometrin özünü yazıb da. Deməli cavabımız nə oldu? Bizim 26 kilometr. Keçək sual 57. Uyğunluğu müəyyən edin. Görüm hələ video qeyd olunur. Danışıram. Qeyd olunur. Qayıdaq sualımıza. Yazıb 1-də kriptozoid fanerozoid, 2-də fanerozoiddir. Kimmer qırışıqlığı baş veribdir. Bu ayrı olacaq. Baxın. Mən yazıram fanerozoya. Sonra nədir? Arxeya və protozoy eralarını əhatə edir. Bu gizli həyat olan, baxın B bura gəlir. Elə ardınca C-də də yazıb ki, gizli həyatdır. Düzdür, kriptozoid gizli həyatdır. Sonra nə var burada? Perm və ordoik dövrlərə aiddir. D-ni bura yazdım. Lavrasiya və Gondwana parçalanan müasir materiklərindən vaxt yaradıb mezozoid özü fanerozoya aiddir. Eyni olaraq. Yeni də mən bura gətirib yazsam. İndi bunları sərgə ilə də düzmək lazımdır. Qoyub buradan yazım. 1, B, C, 2, A, D, bir də E. Keçək sual 58-ə. Sual 58-də gəldik çatdıq situasiyaya. Bu situasiya həqiqətən biraz necə deyim, həm hesablamalı, həm də şərait çox böyükdür. Oxuyaq görək nə yazıb elə burada. Ovalıqda yerləşən K məntəqəsində günorta vaxtı günəş şüalarının düşmə bucağı 6,5 dərəcədir. Həmin gün 40 dərəcə şimal enliyində günorta vaxtı günəş şüalarının düşmə bucağı 26,5 dərəcə olur. K məntəqəsinin yerli vaxtı Bakı şəhərinin yerli vaxtına 100 dəqiqə irəlidir. Məntəqənin yerləşdiyi materikin sahələrini 4 okean suları yuyur. Birinci mən burada nə etmək istəyirəm? Düz sunumu yazmalıyım da. 90 çıxılsın, baxın yazdım bura.
K məntəqəsi veribdir burada. Günəş bilmirəm harda zenitdədir. Zenitdə olduğunu bilmədiyimiz üçün bura qalsın. Plus minus mən bura B yazacağım. Günəşin zenitdə olduğunu. Nədir? 6,5. İndi gəlin digər o nöqtədən sonra olan hissəni yazaq. Yazıb 40 dərəcə şimal enliyində. Hə, buradan biz tapa bilərik günəş harda zenitdədir. 40-ı mən buraya yazsam. Zenitdə olduğu enlik verilmədiyi üçün bura B-ni yazırıq. Və nə yazıb burada? 26,5. 90-dan 26,5 çıxıram. Görək bu neçədir hələ. Baxın burada deməli mən çıxmalıyam. 90 çıxılsın 26,5. Mötərizənin içərisi deməli 63,5-dir. Bunu yadda saxlayaq. B onda neçə olur? Biri baxıram ki, şimal enliyi idisə, B olmalıdır 23,5 cənub enliyi. Baxın B-yə də yazım 23,5 cənub enliyi deməli. Necə tapdıq? 90-dan bax çıxdıq 26,5-i, qaldı 63,5. Mötərizənin içərisi 40 şimal enliyi isə toplayırsınız burada. Topladığınız üçün baxın burada mən çıxmanı sildim artıq. Qoy M hərfini də qoy yazım bura, M hərfi. 40 şimal enliyinə 23,5 cənub enliyini toplayanda 63,5 eləyir. Deməli bizim günəşimiz 23,5 cənub enliyində zenitdədir. Biz hələ bura qədər gəldik. İndi nə edək? Koordinat tapırıq axı biz burada. Bura yazdım 23,5 cənub enliyi. Bu hissəni hesablamışam. Alt hissəni pozuram. Ekrana artıq yerləşməli gördüyünüz kimi. Hə. İndi gətirək buraya yazaq yerlərini hamısı. 90 çıxılsın K. Burada plus minus. Görək nə yazılmışdı? Şimal yarımkürəsi verilməmiş. Ona görə 23,5 bərabərdir 6,5-ə. 90-dan 6,5 çıxıram. Görüm neçə qalır. 90 çıxılsın 6,5. 83,5 eləyir. Hə, 83,5 eləyibsə toplanıb da bunlar. Toplandığı üçün K məntəqəsi eləyəcək hara? Baxın, bura toplanıb 83,5 olubdur. K məntəqəsi mən tapıram 60. Bunların cəmi bu eləyibdir. Və 60, günəş 23,5-də cənub enliyində zenitdə olduğu üçün, baxın, burada yuxarı cənub enliyi yazmışam. Deməli, bu da şimal yarımkürəsindədir. Mən indi burada yazıram. 66,5 şimal yarımkürəsi. Bu qalsın. Bura qədər biz həll etdik. Altda var cavabımız. 60 şimal enliyində almışam artıq. Buraları təmizləyim hamısını. Deyir, K məntəqəsinin coğrafi koordinatlarını hesablayın. Sonra nə deyir bizə? K məntəqəsinin yerli vaxtı Bakı şəhərinin yerli vaxtından 100 dəqiqə irəlidir. Baxın, 1 dərəcəmiz 4 dəqiqədirsə, bəs 100 dəqiqəmiz 25 dərəcə olur da. Və 25 dərəcə olduğu üçün və irəlidə olduğu üçün mən həmişə nə dedim? Sağa toplayırdınız ha. Sol olsaydı çıxardınız. Amma bizdə sol yoxdur. İndi bunu götürək. İndi Bakı, baxın, burada mən xətt çəkirəm buradan. 50 şərq uzunluğundadırsa. Sağa gələndə toplayırsınız, o 20. 75 şərq uzunluğu. Çünki vaxt irəlidədir, toplanmalıdır. Nə oldu? 60 şimal enliyi 75 şərq uzunluğu oldu. Keçək indi sual 59-a. K məntəqəsinin yerləşdiyi materiki və bu materikin yerləşdiyi yarımkürələri yazın. Hə, 60 şimal enliyində və şərq yarımkürəsində olan. Biz bilirik ki, materik var da. Biri oldu. Bayaqki suallarda gördük. Nəyə götürdülər? Amerikanı daha çox götürdülər, bir də Avrasiya. Mən indi biləcəm ki, 60 şimal enliyinə çatacaq. Hansı Avrasiya, həm də şərq uzunluğunda yerləşir. Deməli, birinci sualın cavabı olacaq Avrasiya. Əvvəlki suallarda da Avrasiya materikindən danışılırdı. Bu materikin yerləşdiyi yarımkürələri tapın. 2-ni yazırıq biz, biraz ekran aşağı verin. Baxın, burada olacaq şimal. Şimal yarımkürəsi. Biraz sərgəli yazırıq. Bu qələm qırıq qələmdir. Şimal yarımkürəsi həm şərqdə yerləşir. Bir də ki, 180 dərəcə meridianla keçir. Həm də Qrinviç meridianı keçdiyi üçün qərb yarımkürəsinə də düşür.
Keçək bir də sual 60-a. Görək sual 60-da nə yazıbdır? K məntəqəsi ilə London şəhəri arasındakı yerli vaxtdır və bu məntəqə günəş şüalarının maksimum düşmə bucağını hesablayın. Bilirik ki, baxın burada London şəhəri 0 dərəcədə yerləşir. Baxın burada 0 dərəcədə Londondursa. Burada nə olur? K məntəqəsi. Bura el yazaq. Burada K. K məntəqəsi 75 şərq uzunluğudur. 1 saatda 15 dərəcə, qoy düz yazım. 1 saatda 15 dərəcədirsə, 75 dərəcəmiz bərabərdir. 75 15-ə 5 saat elədi. Deməli, 5 saatdır. Baxın, şərtdə tapdıq. Sonra nə deyir? Bu məntəqəyə günəş şüalarının maksimum düşmə bucağını tapın. 60 dərəcəmizi tapmışdıq. Gəlin yuxarıda pozulmayıbsa görək, qalıb 60 dərəcədir. İndi mən bunu hesablayım. 90 çıxılsın. Baxın, görün burada nə var. 60, maksimumda da bilirsiniz ki, çıxırdıq həmişə 23,5. Və mötərizənin içərisini mən indi hesablayayım. Sonra onu kalkulyatorla çıxaq burada geçsin hələ. 60-dan mən çıxıram 23,5, 36,5. Baxın, mötərizənin içərisindən yazdım 36,5. İndi 90 çıxılsın 36,5 elədi neçə? 53,5 dərəcə. Cavablarımız nə oldu? 5 saat, bir də 53,5. Qalanlarını istəyirsinizsə pozun. Bu hissələri də pozum, artıq çaşdırmasın. Saat sözünü də burada düzgün yazaq. Bugünkü videomuz bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.